Qarşıda bizi Ukrayna dairəsi dediyimiz dairə gözləyir. Burada da bax sağa. Görürsən, sağ tərəfdə 4.3 nömrəli nişan tətbiq olunub. Yəni, dairə nişanı. Dönmə siqnalımızı yandırırıq. Və yerdə də görsən, yol ver nişanlanması var. Deməli, biz dairəyə daxil olarkən, dairədə olan nəqliyyat vasitələrinə yol veririk. Bir balaca sükanı mən tərəfə çevir. Bu maşınlar sənin qoruyucundur, tələsmə. Onlar keçəndə sən də buyur. İndi qazdan ayaqlı götür, tələsmə, üstünlük səndədir. Biraz sola yan alacaqsan, bax bunu burax. İndi dairəyə yaxınlaş və bu dairədə dövrə vururuq. Çox sürücünün qorxulu bir rüyasıdır bura, Ukrayna dairəsi. Sola yandır. Burada da, belə deyim də, qorxulu olmasının səbəb nədir? Girişlər, çıxışlar çoxdur. Dairədə piyadalar da olur, artır sürəti və burada tətbiq olunmuş yersiz nişanlanma xətləri də var. Bax, bu nişanlanma xətti nədir? Nəyə xidmət edir? Hə? Yəni, bunun burada nə işi var? Yolu daraltmaqdan başqa nəyə xidmət edir? İndi o nişanlanmanı tanıyan, onu ciddiyə alan sürücülərdə nə baş verir? Dövrə vurduqları anda, bax, əyləcə bıraq, burayla gedir, düşün. Sağdan da axı sıxanlar var bizi. Oradan da dairəyə daxil olanlar var da. Əyləcə bıraq qızım. Artır sürəti. Və burada görürsən ki, bu nişanlanma. Bilməyən sürücü də qorxur, anidən sükanı sağa çəkir ki, xətti tapdalamayım, onda da sağındakını vurur. Bax, burada olan problemlərdən biri budur. Cüzi qaza toxun. Biraz da sola yanıl və digər səbəblərdən biri də bu dairədə olan yolun relyefidir. Bax, fikir verirsənmi? Dairə sürəti nəzərə al. Dairə düz, belə deyim, dairənin relyefi düz deyil. Bu xanıma yol ver, bayaqdan qalıb burada. İndi artır. Sola dönmə siqnalını yandır. Bax, bura misal üçün üzü yoxuşa doğru qalxır asta-asta düzü. Artır sürəti bir balaca. İndi artan sürətlə fırlanan sürücü, təcrübəsiz sürücü biraz da artır. Burada nə ilə qarşılaşır, bax. Bax, burada artıq enişdir. Və bunun da burada olan qarmaşa sürücüyə imkan vermir ki, yolun relyefinə diqqət etsin. Təbii ki, söhbət təcrübəsiz sürücüdən gedir. Və ona görə də sürət artır, yığışdıra bilmir.